Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Miqə sertifikasiya sınağı 12 ilə qarşınızdayam. Deməli, həmin 12-ci sınağımız artıq 20 suallıq sınaq eləmişəm. 20 sualdan ibarət bir sınaqdır. İçərisində sertifikasiyanın çətin tipləri, amma miq üçün çətin və orta tiplər mövcuddur. Yəni o tipli suallar mövcuddur. Əslində belə deyim də, bütün 11-ə qədər olan, 12-yə qədər daha doğrusu olan bütün sınaqların videoları və videonun aşağı hissəsində, yəni açıqlama hissəsində yerləşdirdiyim sınaq linklərindən istifadə edərək yararlana bilərsiniz. Sınaqları işləyin, daha sonra da qaranlıq qalan hissələr varsa izaha baxa bilərsiniz. İndi videonu dayandırıb, gedib o sınağı işləyib, daha sonra qayıdıb təzədən videonu izləyə bilərsiniz. Videonu bəyənib abunə olmağı unutmayaq ki, daha çox imtahana qədər daha çox bu tipli suallar yerləşdirəcəm. Yəni sınaq 12, sonra növbəti 13, 14, imtahana kimi neçəyə qədər gedəcəksə, o formada sınaqları yerləşdirəcəm və izahları və həmçində izah linkləri ilə bir yerdə. Gəlin birinci suala baxaq. Deməli, bu tipli suallarda bunu da qeyd edeyim ki, bu sual ötən illərin miq imtahanında düşən suallardan biridir. Suallardan biri deyəndə tıpatıp demək olar ki, eynisidir. Çünki mənim özüm də miq imtahanında iştirak eləmişəm və bu sual mənim özüm də qarşısına çıxmışdı, işləmişəm. Deməli, nə edirik? Bu sualları rahat yazmaq üçün biz mənfi və müsbət ədədlərin toplanılması, çıxılması, vurulması, bölünməsi tipli biz bu mövzunu daha dərindən bilməliyik ki, belə məqamlarda bizim üçün çətin olmasın. Gəlin, bax, bu hissəni görək və bu hissəyə qədər mötərizəni açaq. Heç bunu mən görmürəm hələ ki. Görüm hələ axırda bunu verəcəkmi mənim yazdığım cavabla həmin burada verilən cavab bir-birinə uyğun gələcəkmi? Gəlin yazaq. Baxın, burada mötərizədə A çıxılsın B var və qarşısında heç bir işarə yoxdur. Qarşısında heç bir işarə olmayanda biz buna müsbət deyirik. Yəni müsbət A çıx B. Olduğu kimi köçürdürük mötərizəni açıq bir şəkildə. Üstə gəlinsin. Bu ikini mötərizənin içindəki A, B-yə vurmaq üçün qarşısındakı işarələrə diqqət yetirməliyik. Yəni, müsbət 2, müsbət A-ya vuranda müsbət 2A edir. Və müsbət və mənfini bir-birinə vuranda mənfi edir 2B. Baxırıq, görürük ki, burada yazılanla həmin burada yazılanın heç bir əlaqəsi yoxdur. Sadəcə, məsələn, burada heç bir əlaqəsi yoxdur deyəndə, yəni burada 2B yazılmalıdır, amma 2-ni yazmayıblar. Onun üçün bu variant səhvdir. Görək, başqa səhvlərimiz varmı bizim? İndi keçirik bura. Yenə olduğu kimi, baxın, gördüyünüz kimi burada heç bir işarə yoxdur. Olmayanda biz müsbət deyirik və olduğu kimi köçürdürük. A çıxılsın B. Üstə gəlinsin. Müsbət oldu 3A, yəni 3-ü vuranda A-ya 3A eləyir. Üstə gəlinsin 3B-yə. Bu da olduğu kimidir. Gördüyünüz kimi buradakı bir-birinə eynidir. Yəni bir-biriyle eynidir. Heç bir fərqlilik yoxdur. Onun üçün biz deyirik ki, bu doğrudur. Sonra yenə olduğu kimi baxırıq ki, burada müsbətdir. Olduğu kimi yazırıq. A üstə gəlsin B. Üstə gəl. 3-ü vurdum C-yə 3C. Çıx. Niyə görə? Mənfi yazıram da. Mən çıx deyirəm, amma mənfi yazıram. Çünki müsbəti mənfiyə vuranda mənfi edir. 3B. Baxıram, görürəm ki, burada yazılanla, yəni A üstə gəl, B üstə gəlin 3C, çıx 3B. Burada yazılan eyni bir anlayışdır. Onun üçün deyirəm ki, bu da mənim doğru variantımdır. Dördüncüyə baxıram. Artıq burada A, D və B-dən istifadə olunub. İndi olduğu kimi A üstə gəlinsin, D-ni yazıram, çıxılsın. Mənfini müsbətə vurdum, elədi neçə? Mənfi 2A. Mənfini mənfiyə vurdum, elədi müsbət 2B. Baxıram, görürəm ki, A üstə gəlinsin D, A üstə gəlinsin D eynidir. Mənfi 2A, mənfi 2A, müsbət 2B, müsbət 2B. Gördüyünüz kimi, bu da doğru variantdır. Deməli, mənim bu variantlarımdan bir dənəsidir ki, yanlış variantdır. Yəni, yanlış deyir, hansı yanlışdır deyəndə, deyirəm ki, neçəsi yanlışdır deyəndə, deyirəm, biri yanlışdır. Hansı yanlışdır desə, deyəcəm ki, bir yanlışdır. Yəni, ona görə də burada doğru cavabım A variantına bərabərdir.
6-cı sual, yaş məsələsi hər il MİQ imtahanında qarşımıza çıxan, istər MİQ olsun, istər sertifikasiya olsun, yəni bu sual hər zaman qarşımıza çıxa biləcək bir tipdir. Deməli, Lalə və Aynurdan söhbət gedir. Lalə, bir də kim var? Aynur var. Deyir, 6 il sonra Lalənin yaşının Aynurun yaşına nisbəti 4 bölünsün 3 kimi olacaq. Onların indiki yaşlarının nisbəti 5-in 3-ədir. Lalə indi neçə yaşındadır? Hazırki yaşlarının nisbəti 5 bölünsün 3 demək, yəni 5, birinə 5x yazıram, birinə 3x yazıram. 6 ildən sonra hər ikisi 6 yaş böyüyəcək və onların yaşlarının nisbəti bərabər olacaq 4 bölünsün 3 kimi. Bu formada yazılır. Yəni, tənliyimizin quruluş qaydası budur. Yaxşı. Hesablayarkən necə eləyirdik bu tipli tənlikləri? Kəsirli tənlikləri hesablayarkən çarpaz şəkildə vururduq, düzdürmü? Yəni, 4-ü 3x plus 6-ya vurub, bərabər edirdik 3-ü 5x plus 6-ya vururduq. İndi vuraq açaq, 3 4-ün 12x, üstə gəlsin 4 6-ın 24, bərabər 3 5-in 15x, 3 6-ın 18. İndi məhsulları sola, məlumatları sağa da yığa bilərəm. Mən tərsini eləyəcəm mənfi alınmaması üçün. 24 çıx 18 bərabərdir 15x çıx 12x. 24-dən 18 çıxdım 6-ya bərabər oldu. 15-dən də 12 çıxdım 3x-ə bərabər oldu. Buradan da x-in qiyməti neçə oldu? 2. Əgər x-in qiyməti 2-dirsə, gətirirəm, burada x-in qiymətini yerinə qoyuram. Çünki məndən kimin yaşını istəyirdi? Lalənin deyil. Lalə deyil neçə yaşındadır? Lalə hazırki yaşı bax budur. Hazırki yaşı odursa, mən deyirəm ki, Lalə neçə yaşında olur? 10 yaşında olacaq. Cavabımız oldu A variantı. Üçüncü suala baxırıq. Üçüncü sualda 2 ədəd məsələsi əslində deyir, 2 ədədin cəmi 70-ə bərabərdir. Bax, birinci ədəd, ikinci ədəd. Əgər 2 ədədin cəmi 70-ə bərabərdirsə, birinciyə x yazırıq, ikinciyə 70 çıxılsın x yazırıq. Yaş məsələsində biz bunları dəfələrlə qeyd eləmişik ki, 2 ədədin cəmi 70 deyirsə, 2 insanın yaşlarının cəmi 70 deyirsə, birinə x, birinə 70 çıxılsın x deyə bilirik, yəni yaza bilirik. Böyük ədədi kiçik ədədə böldükdə, böyük ədəd olsun x, kiçik ədəd də olsun 70 çıxılsın x. Deyir, böyük ədədə kiçik ədədə böldükdə, natamam qismətdə 6, qalıqda 7 alınır. Bax, burada həm ədəd məsələsi var, həm burada qalıqlı bölmə var. Yəni ki, əgər ədəd və qalıqlı bölmə mövzularını yaxşı biliriksə, bu tipli suallar bizim üçün çox rahat olacaq. Məsələn, qalıqlı bölmədə bölünəni necə tapırdıq, böləni necə tapırdıq? Bunların hamısının bir standart bir qaydası var. Onun üçün də, əgər məsələn, mən ağası bölmənlə yazıb başım qarışırsa, mən götürürəm, bu formada yazıram. X-i bölürəm, 70 çıxılsın x-ə, üzərinə 6 gəlirəm, qalıqda, yox, üzr istəyirəm, bölürəm, bərabər olur 6, qalıqda neçə olur? 7. İndi, mən buradan bölünəni tapmaq istəyirəm. Mən bölünəni tapmaq üçün, bax, buradakı bölünəni tapmaq üçün, bu bölünəndir, bu böləndir, natamam qismətdir və qalıqdır. Bölünəni tapmaq üçün nə edirdik? Natamam qisməti bölənə vurub üzərinə qalığı gəlirdik. Eyni ilə natamam qismət 6-dır, 70 çıxılsın x böləndir, 7 qalıqdır və bölünənim isə x-dir. İndi vurub açırıq. 6, 7-dən 42, yanında bir dənə 0. Çıx, 6x, üstə gəlsin 7, bərabərdir x. Baxırıq bura. 420-nin üzərinə 7 gəldim. 427 bərabərdir. 6x, üstə gəlsin x. 427 7x-ə bərabər olanda x-in də qiyməti olur. 42-nin 7 6 dəfə, 7-nin isə 7 1 dəfə. 61-ə bərabər. Deməli, böyük ədədim 61-dir, kiçik ədədim 70 çıxılsın 61 9-a bərabərdir. Mənə də nə deyib? Bu ədədlərin deyir fərqini tapın. Bəli, fərqini tapanda böyük ədədimdən 61-dən 9-u çıxacam. Cavab olacaq 52-yə bərabər. Oldu variantım 52. C variantı. Baxırıq bərabərsizlik hissəsinə. Bərabərsizlikdə görək nə deyir? Deyir ki, gəlin bunu bax buradakı kəsiri normal kəsir kimi yazaq. 4 kiçikdir. 1 üstə gəlsin 2x bölünsün 5. Bərabər, yox.
kiçikdir, bərabərdir 6 olarsa deyir. X-in ala biləcəyi ən böyük və ən kiçik natural ədədlərin cəmini tapın. Natural ədəd deyir. Altından da xətt çəkirəm, yadınızdan çıxmasın. Natural ədəd deyirsə, mən natural ədədlərin ən böyüyünün, ən kiçiyinin cəmini tapmağa çalışacağam. İndi burada kəsiri var. Kəsirin altında məxrəcində 5 var. Düzdürmü? Bu 5-i buradan yox eləmək üçün hər tərəfi nə edirəm? 5-ə vurmalıyam. Bunu da 5-ə, bunu da 5-ə, bunu da 5-ə. 4-ü 5-ə vurdum 20. Kiçikdir. Bu 5-ləri gedir. Yerdə qalır 1 üstə gəlsin 2x. Kiçikdir, bərabərdir. 5-ə 6-ya vurdum 30. İndi burada üstə gəlinsin 1 var. Bu üstə gəlinsin 1-i buradan yox eləmək üçün hər tərəfdən 1 çıxıram. O zaman olur 19 kiçikdir 2x, kiçikdir, bərabərdir 29-a. 30-dan da 1 çıxır. Çünki bu mənfi 1-nə, bu müsbət 1 yox oldu, getdi. Yəni bir-birini apardı. Burada da vurma işarəsi olduğu üçün hər tərəfi 2-yə bölməliyəm. Yəni 19-u da 2-yə böləcəm. Buradakını da 2-yə böləcəm və buradakını da 2-yə böləcəm. Bu zaman 19-u 2-yə böləndə 9 tam onda 5 kiçikdir. 2 vurulsun x-i də. Bunlar gedir. Burada x qalır. Kiçikdir, bərabərdir. 29 da 2-yə böləndə 1. 9-un içində 2 4 dəfə. Burada da 5. 14 tam onda 5. Amma məndən natural, ən böyük natural ədədlərin, ən böyük və ən kiçik natural ədədlərin cəmini istəyir. X hansı qiymətləri ala bilər? X ala bilər 10, 11, 12, 13. Desək ki, 13-də dayanır? Yox, 14. Çünki burada kiçikdir, bərabərdir işarəsi var. Əgər kiçikdir, bərabərdir işarəsi varsa, bunun özü də daxildir. Amma mənə natural ədəd dediyi üçün artıq bunu yox, bundan az olanı 14-ü götürmüş olurum. Natural ədəddir çünki 14. Mənə də deyir ki, həmin bunların ən böyüklə ən kiçiyinin cəmini tap. 10-la 14-ü topladım, 24-ə bərabər. Cavab oldu D variantı. Deyir, sinifdəki şagirdlərin 18 nəfəri ingilis dilini, 14 nəfəri alman dilini öyrənir. 6 nəfər həm ingilis, həm də alman dilini öyrənir. 3 nəfər bu dillərin heç birini öyrənmir. Bu sinifdə neçə şagird var? Baxırıq, görürük. 18 nəfərdir. Venn diaqramını çəkirik. Buradakı ingilisdir, öyrənənlərdir. Buradakılar alman dilini öyrənənlərdir. Buradakılar isə hər iki dili bilənlərdir, yəni hər iki dili öyrənənlərdir. Çünki bura orta olanları yazırdıq, tən ortaya. İndi nə deyir? 6 nəfəri bura yazıram. Deyir, 6 nəfər hər iki dili öyrənənlərdir. 18 nəfərə ingilis. Yalnız demir. Yalnız desəydi mən 18 yazardım bura. Amma yalnız demədiyi üçün 18 nəfər deyil ingilis dilini. Bu hər iki dili bilənlər qarışıq 18 nəfərdir. Ona görə bura 12 yazıram və bu ikisinin cəmi 18 verir. 14 nəfər alman dili öyrənir. Yalnız 14 demədiyi üçün mən bu ikisinin cəminə 14 yazmalıyım. Onun üçün bura 8 yazıram. İndi bunları toplayaq. 12 üstəgəl 6 üstəgəl 8. 12 ilə 8 20, 26. 26 hər hansı bir dilləri öyrənənlər qarışıq hamısı 26. Amma 3 nəfər də heç bir dili öyrənmir. Onun üçün 3-ə əlavə gəlirəm üzərinə. Olur 29. Cavabım oldu A variantı 29-a bərabər. Bərabər yanlı üçbucağın bərabər olmayan tərəfi. Bax, bir dənə üçbucaq çəkək. Bir dənə üçbucaq çəkirəm. Belə bir üçbucaq çəkdim. Deyir ki, bu bərabər yanlıdır. Hər nə qədər də bərabər tərəfli kimi görünsə də, tutaq ki, bu bərabər yanlıdır. Bərabər olmayan tərəfi deyir 3A üstə gəlinsin 7-dir. Bura yazıram. 3A üstə gəlinsin 7. Digər tərəfi bu tərəfdən 4 cm böyükdür. Onda bura nə yazacağım? 3A üstə gəlinsin 4-ü də üzərinə gəlirəm 11. Bərabər yanlı olduğu üçün 3A üstə gəlinsin 11-də bura yazmalıyam. İndi bunu deyir üçbucağın perimetrini tap. Hər birini toplayacağım. 3A oldu 9A. Üstə gəl. 11, 22, 22-nin üstünə 7 gəldim 29. Deməli, cavabım oldu 9A üstə gəlinsin 29-a bərabər. Perimetri 9A üstə gəlinsin 29 olacaq. 7-ci sual. 4 ardıcıl 3 rəqəmli ədədin ilk üçünün cəmi 4-cü ədəddən 208 vahid böyükdürsə, ikinci ədədin rəqəmləri hasilini tapın.
4 dənə ardıcıl ədəd verib. İkinci, üçüncü və dördüncü. Ardıcıl ədəd dediyi üçün x yazıram. Digərinə x plus 1 yazıram. Tək və cüt desəydi x plus 2 yazardım. Amma heç birini demir. Sadəcə ardıcıl deyir. Onun üçün x plus 1, x plus 2, x plus 3 yaza bilirəm. Deyir ki, bu ədədlərdən ilk üçünün cəmi. Yəni, bax, bu üçünün cəmi. Bu üçün cəmi nə qədər eləyir? 3x plus 3 eləyir. Dördüncüdən 208 vahid böyükdürsə, deməli, dördüncü də x plus 3-dürsə və bu böyükdürsə, bunu mən bərabər eləməkdən ötəri ən balacanın üzərinə 208 gələcəm ki, çoxa bərabər olsun. Və yaxud da belə yaza bilərsin. 3x plus 3 çıxılsın, x plus 3 bərabər 208. Yəni, aralarındakı fərq 208 olduğunu mən bilirəm. Və bərabərlikdən, yəni bu tənliyi mən bərabərləşdirmək istəyirəmsə, az olan tərəfə həmişə 208-i yəni gəlməliyəm. Dəfə çox olsaydı, nə bilim, neçə dəfə deyirsə ona vurmalıydım və s. İndi 3x-dən x çıxdım, 2x qaldı. Bərabərdir. Bununla bu gedir. Niyə görə gedir? Yaxşı, açaq. Niyə görə gedir? Bax, mənfi 3, müsbət 3, üstə gəl 208. Çünki buradakı 3 bərabərliyin sağ tərəfinə keçdiyi üçün işarəsini dəyişdi, müsbətdən mənfiyə keçdi. Və müsbətdən mənfiyə keçəndə artıq mənfi 3 ilə müsbət 3 bir-birini apardı, yox oldu, getdi. 2x bərabərdir 208, x-in də qiyməti oldu 104. Və bu 104-ün məndən ikinci ədədini istəyir, 105-in. Bu 104-dür, 105-dir, 106-dır da, düzdür. Bu ikinci ədədin rəqəmlər hasilini deyir. Vurğulardan biri 0-dırsa, mən bilirəm ki, bu ədədimin də cavabı, yəni bu misalın da cavabı 0-a bərabər olacaq. Cavabım oldu C variantı. Aşağıdakılardan hansı yanlışdır deyir. Birinciyə baxaq. A-da deyir 9 saat 6 dəqiqə 32760 saniyəyə bərabərdir. Görək bərabərdirmi? 9 saat 1 saatim 60 dəqiqə 3600 saniyədir. Çünki 60-ı 60-a da vuranda 3600 saniyə edir. Və 3600 saniyədən 9 dənədir. 3600-ü vururam 9-a. Üzərinə də gəlirəm neçəni? 6 dəqiqəni də çevirəndə saniyəyə 6-nı 6-ya vuranda 36, yəni 360 bərabərdir. İndi gəl açaq kalkulyatoru. Vaxtımız çox getməsin. 3600-ü vururam 9-a, üzərinə gəlirəm 360-a. 32760 elədim. Deməli, bu cavabım doğrudur. Keçirəm bura. Deyir ki, bunu saxlayaq. Deyir 5R 5 metr kvadratın həm də nəyə bərabərdir? Deməli, siniflərə ayırsaq 5 milyon 50 minə bərabər olmuş olacaq. Gəlin indi görək doğrudanmı bu ədədə bərabərdir 5R 5 metr kvadratın. Deməli, santimetr kvadrat, desimetr kvadrat, metr kvadrat R. Düzdür? Hər birinin arasında dediyim kimi 100 dəfə fərq olduğunu bilərək hesablayıram. 5 arı hesablayıram görüm hələ neçə santimetr kvadratdır və aralarında 2, 4, 6 dənə nə var? 0 var. Ona görə 5 yanında 6 dənə 0 yazıram. Digəri 5 metrin kvadratı 5, bəs neçə santimetr kvadratdır? 5-i yazıram yanına, bura yazaq. 5-i yazıram bura. Baxıram, görürəm mənə. Metr kvadratla santimetr arasında neçə dənə 0 var. Deməli, 4 dənə 0 var deməli. Ona görə də 4 dənə də 0 bura yazıram. Və bunları da toplayıram. 0, 0, 0, 0, 5, 0, 5. Doğrudan da bu cavabım alındı. Bu da deməli düzdür. İndi buranı silirəm. Baxıram digərinə. 9 hektar deyir 90 min metr kvadrat. Deməli, metr kvadrat R hektar idi da. Düzdürmü? Dedim kimi 100 dəfə aralarında fərq var. İndi 9 hektarı metr kvadrata çevirmək üçün 9-u yazıram. Görürəm ki,
hektarla metr kvadrat arasında 4 dənə sıfır var. Ona görə də yanına 4 dənə sıfır yazıram metrin kvadratı. Bəli, deməli C-də də yox, bu variantım C deyil. Yanlış istəyir məndən. C də doğrudur. İndi 9 tona baxıram. 1 tonun əgər 1000 qramdırsa, 1000 kiloqramdırsa, daha doğrusu. Bəs 1 tonun neçə qramdır? 1000-i də 1000-ə vururuq da. Çünki 1 kiloqramda 1000 qram olduğu üçün 1000-i də 1000-ə vuranda eləyəcək 1 milyon qram. Ona görə də 9 tonda ilə 9 milyon qrama bərabərdir. Bu da düzdür. İndi gəl baxaq görək bu niyə yanlışdır. Onu deyim ki, məsələn, arada bir də görürsünüz ki, desimetr kubla verir. 1 desimetr kub. Çevirmələr mövzusunda dediyim kimi 1 desimetr kuba biz 1 litr deyirik. Yəni bunlar bir-birinə bərabər olan kəmiyyətlərdir. Ona görə də 90 yox, 9 litr olmalı idi. Yanlış cavabım budur. Variantım da elə yanlışdır. Yanlış istəyirdi. Cavab oldu Y variantı. 9-cu sual. Rəqəmləri müxtəlif 7x 7x 4y5. Bunlar 4 rəqəmli bir ədədlərdir, belə deyək. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ədəd azalırsa, x plus y cəminin ən böyük qiymətinin 3 mislinin rəqəmləri cəmini tapın. Baxın, təkli onluq 100-dür. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda ədəd azalırsa, deməli mənim bu y-im aşağı zəif ədədlərdir. Yəni 0, 1, 2, 3, 4-dür. 5 ola bilməz. Əgər 5 olsa və 5-dən yuxarı ədədlər olsa, ədədim azalmayacaq, əksinə çoxalmış olacaq. Ona görə də, yəni bu ədədlərdən biridir. Yaxşı, mənə də deyir ki, x plus y cəminin ən böyük qiymətini. Deməli, ən böyük qiymətini istəyirsə, bu x-ə mənə maraqlı deyil ki, bu neçə alır. Maraqlı odur ki, mənim x plus y cəminin ən böyük ədəd alınsın. Ona görə də x-i mümkün qədər böyük götürməliyəm. Ən böyük ədəd, belə deyim də, ən böyük rəqəmim 9-dur. Yəni 9-u yazdım bura. Bəs bu x-in qiymətidir. Razıyam. Bura 9 yaza bilərik. Baxın, bura 9 yazdıq. Düzdürmü? Yaxşı, y-in yerinə nə yazaq? Əgər bunu fikirləşmisinizsə, düz fikirləşsiniz, amma bu məsələmizin şərtində axı rəqəmləri müxtəlif deyil. 4-ü bura yazsaq, rəqəmləri eyni olan ədəd olacaq. 4 yan-yana gələcək. Ona görə də 4-ü yaza bilmirəm, onun üçün 3-ü yazıram. Deməli, y-in də qiyməti 3-ə bərabər oldu. Sonra nə deyir? X plus y, yəni 9 plus 3-ün cəminin 12. 3 mislinin 36. Rəqəmləri cəmi. 3 ilə də 6-nı topladım, 9-a bərabər oldu. Cavab oldu C variantı, 9. 10-cu sualımıza baxırıq. 10-cu sualda deyir ki, 8A, yazaq bura, 8A bərabərdir 4B, bərabərdir 2C, bərabərdir 32. Olarsa, bu ədədləri azalan sırayla düzün. Baxın, hər birinin cavabı 32-yə bərabərdir. Bax, bu da 32-dir, bu da 32-dir, bu da 32-dir. O zaman A-nın qiyməti neçə olacaq? Elə ki, 8-i vurdum A-ya 32 oldu. A-nın qiyməti neçə oldu? 4. B-nin qiyməti oldu 8. C-nin qiyməti oldu 16. Mənə də deyir ki, azalan sırayla düz C-B-A. C-B-A, cavab B variantı, doğru cavab. 11. Xalça məsələsidir. Bunu mən sizə qəşəng bir dənə şəkil çəkərək izah eləməyə çalışacağam. Deməli, belə bir uzunluğu deyir 4 metr 22 cm olan otaq. Bax, belə bir otaqdır. Belə bir otaqdır. Həmin bu otağa içinə bir dənə xalça sərirlər. Xalçanın da burada enini verib, amma uzunluğu verməyib. Xalçanın enini verib, amma uzunluğu verməyib. Uzunluğu, otağın uzunluğu 4 metr 22 cm, yəni 422 cm-dir. Otağı olan, deyir 4 metr 22 cm otağa eni 3 metr 35 cm olan xalça sərilib. Xalçanın da eni 3 metr 35 cm-dir. Yəni 335 cm-dir.
335 santimetrdir. Və divardan hər tərəfdən 20 santimetr məsafə boşdur. Bax, 20, 20. Deməli, hər iki tərəfdən 20-dir də. Buradan da 20-dir, buradan da 20-dir. İndi mən bu 20-ni nəzərə alaraq mən həm otağın enini tapmış olacağam, xalçanın da uzunluğunu tapmış olacağam. Gəlin baxaq. Deməli, əgər otağın uzunluğu 422 santimetrdirsə, yəni 4 metrə 22 santimetrdirsə, bu zaman xalçanın uzunluğu nə qədər olacaq? Bax, hər tərəfdən 40 çıxmaq istəyirəm xalçanın uzunluğunu tapmaq üçün. 2, 8, 3, 382. 382-yə bərabərdir. Bəs 382 nə oldu? Xalçanın 382 uzunluğu oldu. Bu getdi. Yazıram bura S xalça bərabərdir. 382 vurulsun 335. Niyə belə yazdım? Çünki mən boş qalan hissənin sahəsini tapmaq istəyirəmsə, birinci növbədə otağın sahəsini və xalçanın sahəsini tapıb bir-birindən çıxmalıyam. Bunun qiymətini 1 tapacağıq. S otaq bərabərdir. İndi görək, otağın eni nə qədərdir? Əgər xalçanın eni 335-dirsə, otağın da eni üzərinə 40 gələcək. 375 olacaq. Niyə 40 gəldi? Çünki hər tərəfdən 20 santimetr məsafədədir, aralıdır. 20 burdandır, 20 burdandır. Və xalçanın eninin üzərinə 40 gəlsək, otağın enini tapmış olacaq. 375. Və otağın da uzunluğunu bilirəm. 422-dir. Bunun da sahəsini tapmaq istəyirəm. 375 bərabərdir. Və hər birinin gəlin sahəsini tapaq. Deməli, 382-ni vurdum 335-ə oldu. Düz yazımda 127.970. 127.970. İndi otağın sahəsini tapaq. 422-ni vururam 375-ə, elədi 158.250. Boş qalanın da sahəsini tapmaq üçün həmin bu otağın sahəsindən xalçanın sahəsinə çıxmalıyam. 970-i çıxıram. Oldu. Bərabər oldu neçəyə? Yazıq bura. 158.250-dən çıxdım. 127.970-i. Bərabərdir. 30.280 santimetrə bərabər oldu. Santimetrin kvadratına. Yəni, bu boş qalan hissənin sahəsi də 30.280. Cavab oldu B variantı. Biraz qarışıq gələ bilər, amma məsələn, şəkili çəkirsiniz, üzərində yazırsınız, yazandan sonra artıq göz qabağında göz yaddaşınız var. Onun üçün burada səhv yazma ehtimalınız artıq sıfıra düşür. 12-ci sual. 12-ci sualın yarısı bir səhifədə, yarısı bir səhifəyə düşüb. Bu formada məncə görürsünüz. Yaxşı, deyir, Samir yaşadığı evdən bağçaya qədər olan yolun 7-də 4 hissəsini eyni sürətlə 16 dəqiqəyə getdi. Bax, belə bir yoldur. Bu yol 7 hissədən ibarətdir. 2, 3, 4, 5, 6 və 7 hissədən ibarətdir. Bu yolun 7-də 4 hissəsini, bax, 7-də 4 hissəsini eyni sürətlə 16 dəqiqə. 16 dəqiqə 4 hissəni gedibsə, 1 dəqiqə, deməli, 4 dəqiqə 1 hissəni getmiş olacaq. Bu hər hissəni, məsələn, bax, burada da 4 dəqiqəyə getdi, burada da, burada da, burada da. Hər hissəni 4 dəqiqəyə getdi. Sonra deyib, qalan yol da sürətini 2 dəfə artırdı. Bax, qalan yol nə qədərdir? 1, 2, 3. 3 hissə qalan yol var. Sürəti 2 dəfə artırmaq demək, zamanın 2 dəfə az olmağı deməkdir. Yəni, əgər bu hər hissəni əvvəl 4 dəqiqəyə gedirdisə, indi sürət 2 dəfə artıb deyə 2 dəqiqəyə getmiş olacaq. Düzdürmü? Ümumilikdə gedəndə nə qədər vaxt sərf edir? 16 dəqiqə bu, 16, 18, 20, 22 dəqiqə. 22 dəqiqə getməyə. Görək, qayıtmağa nə qədər vaxt sərf edib. Deyir, qalan yolda sürətini 2 dəfə artırdı. O, bağçaya çatdıqdan dərhal sonra, bura ev idi, bura bağça idi də, dərhal sonra başlanğıc sürəti ilə evlərinə geri döndü. Başlanğıcda sürət nə qədər idi? Hər hissəni 4 dəqiqəyə gedirdi. Düzdür? Yenə də neçə hissə idi? 7 hissədir. 4-ü də 7-yə vurdum, 28. Yəni, 28-də qayıtmağa. Ümumi olaraq 50 dəqiqə sərf edib, həm gedib, həm qayıtmağa. Gedəndə 22 dəqiqə, qayıdanda 28 dəqiqə. Ümumilikdə nə qədər?
50 dəqiqəyə bərabər oldu. 13-cü sual. Aralarındakı məsafə 960 km olan iki məntəqədən eyni anda qarşı-qarşıya iki avtomobil yola düşdü. Onların sürətləri fərqi 8 km/saatdır. Bax, belə bir yoldur. Aradakı məsafə 96-dır. Biri buradan yola düşür, biri buradan yola düşür. Bunların da sürətlərin fərqi 8-dir. Yəni, ya birinə x, birinə x minus 8 yazacaq, ya da birinə x, birinə x plus 8 yazacaq. Yəni, ikisində də fərq 8-ə bərabərdir. 2 saatdan sonra onların arasındakı məsafə 12 oldu. Bax, 2 saat yolu gələndən sonra məsafə 12-yə düşdü. Bizim də düsturumuz S bərabər V1 üstəgəl V2 vurulsun T. Bu üstəgəlmənin mənası nədir? Onu deyim. Bax, bir yoldursa, bir dənə yoldursa, bunun həm bu gəlir, həm də bu gəlir. Qarşılıqlıdır deyə toplanır. Yəni, mən tək getmirəm o yol. Kimlənsə şərik gedirəm, belə deyim də. Kimlənsə bölüşürəm o yol. Ona görə toplanılır və vurulur zamanı. İndi V1-im x-dir. V2-im üstəgəlsin. V2-im x plus 8-dir. X plus 8-dir. 8. Nəysə, vuraq 2 saata bərabərdir. Nəyə bərabərləyəcəm? Getdikləri yola. 96 ümumi yoldur. Bu 12-sini gedməyiblər. Nə qədərini gediblər? 6-dan 2 çıxdım. 4. 84-ünü gediblər də, düzdür? İndi x-dən x topladım 2x. Üstə gəlsin 8 bərabərdir. 84-ü 2-yə böldüm 42. 2x bərabərdir. 42-dən 8 çıxıram. 35, yox, bir dəqiqə, düz mü yazdıq? 84, 84-ü, bəli, düz yazmışıq da, 42-dən də 8 çıxanda 34, x də qiyməti 17-yə bərabər oldu. 17 sürəti az olan avtomobilin sürətidir. 17-nin üstünə 8, 25-də sürəti çox olan avtomobilin sürətidir. Sürəti çox olan bir avtomobil 150 km məsafəni tək başına neçə saata gedər? Bəli, sürət 25-dir. S-imiz də 150-dir. Zamanı tapmaq üçün S-i bölməliyəm nəyə? V-yə. Böləndə 150-ni də bölürəm 25-ə bərabərdir. 6 saat. Niyə görə aldı? 6, 5-in 30, bəli, 6 saat. Cavabım oldu Y variantına bərabər. 14-cü sual. Kvadratın tərəflərindən biri 4x plus 4, digər tərəfi isə 6x minus 8 olarsa. Baxaq görək. Belə bir kvadratdır. Belə bir kvadratdır. Deyir ki, tərəfinin biri 4x plus 4-dür. Biri 6x minus 8-dir. Əslində, burada desəydi ki, kvadratın tərəfi 4x plus 4-dür, yenə də qane edirdi. Çünki 4x plus 4 ilə 6x minus 8 bir-birinə bərabərdir. Biz çünki demişik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Hər tərəfi adı da ad, hər tərəfi ad. Ona görə də kvadratın bir perimetrini tapın. 4x plus 4-ü bərabər edirəm 6x minus 8-ə. 4 ilə 8-i topladım 12, bərabər 6x-dən 4x çıxdım 2x, x-in də qiyməti oldu 6. Aparıb yerinə qoyuram. 4-ü vururam 6-ya, üzərinə 4 gəldim. 4, 6, 24, üzərinə 4 gəldim 28. 28 bura. Deməli, hər tərəfi 28-dir və bunun perimetrini istəyir. 28-i də 4-ə vuranda kvadratın çünki bütün tərəfləri bir-birinə bərabərdir. 4 dənə də tərəfi var. 4, 8-in 32, 3 yadda, 2, 4-ün 8, 3 də yadda 11. 112-yə bərabər. Cavabım oldu C variantı 112. 15-ci sual. Bir piyada yolun 5-də 3 hissəsini getdi. Əgər o 48 metrdə getsə, bu yolun 4də 1 hissəsi gedilməmiş qalar. Piyada yolu tam getmək üçün daha neçə metr getməlidir? Deməli, burada nə edəcəyik? Əvvəlcə bu 5də 3 ilə 4də 1, belə deyim, məxrəcləri müxtəlif olan kəsirlərdir. Bunları eyni bir məxrəcə gətirib, daha sonra yazmağımız daha məqsədə uyğundur. Yəni, 5də 3 və 4də 1. Çünki bunlar müxtəlif kəsirlərdir, məxrəcləri müxtəlif olan kəsirlərdir. Bunları hesablamaq biraz çətin olur. Ona görə də məxrəclərini eyni bir kəmiyyətə gətiririk, daha sonra hesablayırıq.
Deməli, hər birinin 5 ilə 4-ə ortaq məxrəc elə 20-dir. Əgər kəsirin məxrəcini neçəyə vursam 20 eləyir, 4-ə vurmuşamsa, onda sürətini də 4-ə vuracam, 12. Burada 5-ə vurmuşam 20 olub, onda sürəti də 5-ə vuracam, olacaq 5. Deməli, indi təzədən oxuyuram. Deyir ki, piyada yolun 5-də 3 hissəsini getdi, yəni 20-də 12 hissəsini getdi. Ümumi yol 20-də 20 hissədir, düzdür? Bunun 20-də 12 hissəsini gedib, düzdürmü? Daha sonra da deyir 48 metr də getsə bu yolun 4də 1 hissəsi gedilməmiş qalır. Bərabərdir 20-də 8. 20-də 8 hissəsi qalıb. 20-də 8 hissəsi qalıb, amma gedilməyəndə 20-də 5 hissədir. 20-də 5 hissədir. Görək bu 48 metr 20-də neçə hissədir? 20-də 3 hissə, deməli 48 metrdir. İndi belə deyim də, kəsirə görə, məsələn, hissəsinə görə ədədin tapılmasını yazırıq. 20-də 3 hissəsi, belə deyək, 3 hissəsi 48 olan ədədi tapırıq. Olan ədəd. Onda 48-i 3-ə bölürük, vururuq 20-yə. Bərabərdir. 48-i 3-ə bölürəm 16. 16-nı da 20-yə vuranda 320-yə bərabər. Yol ümumi olaraq 320 nə qədər deyir? 320 metrdir. 320 metrdir. Yolun ümumi uzunluğu 320 metr. Deyir, piyada yolu tam getmək üçün daha neçə metr getməlidir? İndi daha neçə metr getməlidirsə, həmin bu 320-nin də 20-də 5 hissəsini tapacaq. Görək hələ neçə metr gedəcək. 320-ni də 20-də 5 hissəsini tapanda 320 ilə 20 ixtisar gedir. Burada 16 qalır. 16-nı da 5-ə vuranda 80-ə bərabər olur. Cavabım oldu D variantı. 80-ə bərabər. Kater 7 saat ərzində axına qarşı getdiyi məsafəni axın istiqamətində 5 saata gedir. Çayın hər yerində axının sürəti 3 km/saat olarsa, kater durğunsudakı sürətin rəqəmləri hasilini tapın. Deməli, katerin sürəti x-dir, çayın sürəti bizə məlumdur. Çayın sürəti 3-dür. Axın ilə olacaq onda, axın ilə x plus 3, axına qarşı olacaq x minus 3. Axın, kater 7 saat ərzində axına qarşı gedib. 7 saat axına qarşı hərəkət edib. 5 saat da axın ilə hərəkət edib. Və katerin getdiyi yol bir-birinə bərabərdir. Yəni, bu axın ilə də getsə eyni məsafəni qət edir, axına qarşı da getsə eyni məsafəni qət edir, amma müxtəlif saatlarda. Yəni, axın ilə 5 saata getdi, axına qarşı 7 saata qayıtdı. Və bunları bir-birinə bərabərləşdiririk. 5-i vururam x plus 3-ə, bərabər edirəm 7-ni vururam x minus 3-ə. 5-i qız üstə gəlinsin 3 5-in 15. Bərabərdir. 7 qız çıx 7 3-ün 21-ə. İndi 15 ilə 21-i topladım. 6 36. Bərabər 7 qızdan da 5 qız çıxdım 2x. X-in qiyməti neçə oldu? 18. Deməli, katerin öz sürəti 18-ə bərabərdir. Və burada rəqəmləri hasilini istəyirsə, biri də vuracaq 8-ə, olacaq 8. Cavab oldu E variantı. Rəqəmləri hasilini istəyir. Deməli, baxırıq 17-ci suala. Deyir, həcmi 343 cm kub olan kubun səthinin sahəsi. Eni bu kubun tininə bərabər, hündürlüyü 10 cm, uzunluğu isə hündürlüyünün 80%-nə bərabər olan kuboidin səthinin sahəsinin nə qədər azdır? Səthin kimi görünür, amma məsələn düsturları biliriksə yaza bilərik. Həcmi deyir 343-dür. Kubdursa, kubun həcmi necə hesablanırdı? V bərabərdir A-nın kubu. Yəni, hansı ədədə 3 dəfə bir-birinə vuranda cavabda 343 olacaq. Buna görə də, məsələn, son rəqəmlərini nəzərə alaraq hesablaya bilərik. Məsələn, 6-nı 3 dəfə öz-özünə vuranda 216 eləyir, amma mənim cavabım 343-dür. Ona görə də 7-yə baxıram. 7-ni 3 dəfə öz-özünə vuranda görəcəksiniz ki, 343 cavabı alacaq. Və kubun səthinin sahəsini istəyirsən, səthinin sahəsi necə idi? S bərabərdir A-nın kvadratı vurulsun nə? 6. Çünki kubun 6 dənə üzü var. Kubun 6 dənə üzü olduğu üçün 6-ya vururam. Elə təsəvvür edin ki, belə bir kvadratdır. Bunun tərəfi 7-dir, düzdür? Amma kubda bu
tərəflərdən, bax bu üzdən 6 dənə var. Bu üzdən 6 dənə var. Ona görə də A-nın kvadratını 6-ya vururuq. A da ki, biz məlum məsələdir ki, 7-dir. 7-ni S bərabər 7-ni vururam 7-yə, onu da vururam 6-ya. Bərabərdir. Gəlin vuraq. Deməli, 7 vurulsun 7, 49 edir. Onu da vururam 6-ya, 294. Bu yadımızda. Bax, bunun altına belə bir xətt çəkirəm, bu yadımızda. Daha sonra nə deyir? Sonra deyir ki, belə bir kuboidimiz var. Bax, belə bir kuboiddir. Kuboidin eni kubun tilinə bərabərdir. Yəni, eni 7-dir. 7-dir. Hündürlüyü 10 santimetrdir. Bura 10'dur. Uzunluğu isə hündürlüyünün 80 faizinə bərabərdir. İndi kuboidin düzgün çəkilməsə də, siz elə təsəvvür edin ki, məsələn, onun da 80 faizi 8-dir də. Niyə görə deyirəm düzgün çəkilməyib? Çünki bura 10'dur, bura 8-dirsə, hündür kuboiddir də, belə deyirəm. İndi bunun səthinin sahəsi necə tapılırdı? S kuboidin səthinin sahəsi 2'yi vururdum AB üstəgəl BC üstəgəl AC. Yerinə qoyaq. S bərabərdir. 2 vurulsun 10 vur 7 üstəgəl 10 vur 8 üstəgəl 7 vur 8 bərabərdir. 10'u 7'yə vurdum 70. 80 və 7-8-in 56. 70'in üzərinə 80 gəlib, üzərinə əgər mən 56 gəlsəm, 70 ilə 80 eləyəcək 150, onun da üzərinə 56 gəlsəm 206'ya bərabər olacaq. Deyir ki, bunun səthinin sahəsi kubun səthinin sahəsi. Kuboidin səthinin sahəsindən nə qədər azdır? 294'dən də yox, üzr istəyirəm, 2'yə vurmamışam axı. Deyirəm axı azdır, az olmur axı. Hə, bunu da 2'yə vururam. Bərabərdir. 2 6 12 1 yadda, 2 0 0 1 yadda 1, 2 2 4. 412. İndi 412'dən çıxmalıyam neçəsini? 294'ünü. Görüm nə qədər az olacaq. 12'dən 4 çıxdım 8. 10'dan 9 çıxdım 1. 3'dən 2 çıxdım 1. 118 santimetrə bərabər olacaq. Əvvəlcə nə etdik burada? Kubun sahəsini tapdıq, səthinin sahəsini. Sonra kuboidin səthinin sahəsini tapdıq və aralarındakı fərqi tapmış olduq. Cavabımız oldu 118'ə bərabər. Deməli, 18-ci sualda deyir, bal ilə dolu qabın bal ilə birlikdə kütləsi 33 kiloqramdır. Qab su məsələlərində qabı birinci yazırıq. Üzərinə bal olsun. Yəni, buradakı qab dəyişməyəndə qab dəyişmir, amma baldır, sudur, mayedir, nəsə də onlar dəyişəndir. Qabı olduğu kimi yazdıq. Balın çəkisi, balı da yazırıq, 33'dür. Bu ikisini toplayanda 33 verir. Deyir, balın 7'dəki hissəsini götürdülər. Sonra qalan bal qabla birlikdə 25 oldu. Əgər, bax, qab dəyişmədi. Üstünə gəlirim. 7'də 2'sini götürəndə 7'də 5 qalır. 7'də 5 balla bir yerdə 25 kiloqram olur. İndi tərəf-tərəfə çıxıram. Tərəf-tərəfə çıxanda qabla qab bir-birindən, yəni çıxanda heç nə qalmır yerdə. Bütöv baldan 7'də 5 bala çıxanda 7'də 2 bal qalır. 7'də 2 bal 33'dən də 25 çıxanda 8'ə bərabərdir. Onda bal neçəyə bərabərdir? 8'i 2'yə böldüm 4, 4 7 28. Deməli, balın kütləsi 28 kiloqramdır. Deyir, qabdakı balın çəkisi ilə boş qabın çəkisinin fərqini tapın. Əgər ümumi 33-dürsə, balın çəkisi 28-dirsə, onda buna nə qədər qalır? 5 qalır da, 28 ilə 5'i toplasam 33 verəcək. Bunların da fərqi 28'dən 5 çıxıram, 23'ə bərabər olur. Cavab Y variantı. 19. Kvadratın daxilinə çevrə çəkilmişdir. Bax, belə bir kvadratdır. Bunun daxilinə çevrə çəkilib. İndi hər nə qədər toxunmasa da belə bir çevrə çəkdik. Belə bir çevrə çəkilmiş. Deyir, çevrənin radiusunun 10 mislində. Baxın, müəllimlər. Bunun
Orta nöqtəsini bura işarələdim. Orta nöqtəsi. Aha. İşarələmək olmur. Neysə. Bura orta nöqtəsidir. Deyir, çevrənin radiusunun 10 mislindən. Radius nədir? Bax, radiusu yazıram bura. Çevrənin radiusunun 10 misli. Yəni 10 radius. 8-ini çıxsaq, 8 santimetrini çıxsaq. Kvadratın perimetrini alarıq. Kvadratın da perimetri, bax, kvadratın tərəfi diametrinə bərabərdir də. Onda olur 2r. Bura olur 2r, 2r, 2r və 2r. Neçə dənə 2r oldu? 8 dənə 2r oldu. Bildiniz necə yazım? Yəni, əgər radiusdursa, radius r-dirsə, kvadratın radiusu, yəni kvadratın tərəfi əslində diametrinə bərabərdir. Diametr də bərabərdir 2r-ə. 8 dənə r yazdıq bura. Yəni 10 r-dən 8-ini çıxanda 8r qalacaq. Buradan da 2r bərabərdir 8. R-imizin də qiyməti, yəni radiusumuzun da qiyməti 4-ə bərabərdir. Burada 4, burada 4. Yəni oldu 8. Tərəf əgər 8-dirsə, yəni 2 dənə r-im 8-dirsə, bunun sayəsini tapanda 8-i 8-ə vururam, 64-ə bərabər olacaq. 19-cu sualda belə getdi. Cavab oldu B variantı. 20-ci çevirmə məsələsidir. Baxın, 20-ci sualda deyir ki, sual işarəsi qoyub ki, görək hələ bunların içində kilometr, metr, santimetr varmı? Deməli, əvvəlcə yazıram bura. Millimetr, santimetr, desimetr, metr və kilometr. Uzunluq vahidlərini yazdıq. Və indi bilmək istəyirəm ki, görüm hələ, bir də bunları yazım. Hər birinin arasında 10 dəfə fərq var da. 10 dəfə. Təkcə metr və kilometr arasında 1000 dəfə fərq var idi. İndi bu verilmiş bu ədəddə. Görək hələ kilometr varmı? Kilometrlə millimetr arasında görək neçədən 0 var? 1, 2, 3, 4, 5, 6. 6 dənə 0 var. 1, 2, 3, 4, 5, 6. 6 dənə ədədi sildim. Oldu 123. 123 olmayan variantları silirəm. 2 variantım qaldı. İndi keçirəm metrə. Görək hələ bu ədədin içərisində metr nə qədərdir? Metr və millimetr arasında 1, 2, 3 dənə 0 var. 1, 2, 3, 0 yazıram. 456 metr. 456 olmayan, elə ikisində də bax 456 var. Onun üçün saxlayıram. Sonra keçirəm desimetrə. Görək desimetrlə millimetr arasında neçədən 0 var? 1, 2. Ona görə də 1, 2 silirəm. Oldu neçə? 7 desimetr. Bax, bunda da var, bunda da var. Hələ ki, ikisi də eynidir. Sonra keçirəm santimetrə. Santimetrlə millimetr arasında bir dənə 0 var. Bir dənə də 0-ı silirəm. Olur 8 santimetr. Bax, 8 millimetr yazılıb. Ona görə cavabım B variantıdır. Qalan da ki, 9 millimetr də öz yerində. Burada da cavabımız oldu B variantına bərabər. Belə, əziz müəllimlər, demək olar ki, 1 saat az qalıb. Artıq 20 sualın izahını da bitirmiş olduq. Növbəti izahlarda inşallah görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.